Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir. Turkistan.az, savaşmedia.az-a istinadla məlumat verir ki, bunu Ermənistanın Səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bugün xəstəxanaya aparılıb və orada müayinədən keçib. Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq. Peşəkar komandamız sonraki müalicə kursu ilə bağlı qərar verəcək. Hazırda onun vəziyyəti normaldır, dedi ki, Ermənistanda yaxşıyam, nazir bildirib. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər, Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David və Eulcekçiyan Vigen Abraham Ermənistana təhvil verilib.